Salam dəyərli izləyicilər. Bugün sizinlə asan və gözəl üsulla qış boyu pürrəngi çayın yanında ləzzətlə nuş edə biləcəyiniz məti və meyvələri şəffaf, meyvələri kəhraba rəngində sapsarı və quyruq kimi yumşaq, çox ətirli, ləzzətli armud mürəbbəsinin bişirilmə qaydasını paylaşırıq. 2 kilo 300 qram armud götürmüşük. Əvvəlcə armudu təmiz yuyuruq, daha sonra qabıqlarını nazik soyub, sapıqlarını da biraz qısaldıb yığırıq. Mürəbbə üçün kal armud götürməyin. Nə də ki, çox əldən getməsin, çox yumşaq olmasın. Bərk olanda o şəkərin içərisində daha da bərkiyəcək, büzüşəcək. Yumşaq da olanda dağılacaq, əriyəcək və ləti qarışacaq mürəbbənin şirəsinə. Mürəbbənin şirəsi də bulanıq olacaq. Nəticədə mürəbbə yaxşı alınmayacaq hər iki halda. Bir sözlə tam yetişmiş meyvə götürün. Meyvələrin qabığını soyub sapıqlarını qısaltdıqdan sonra onları ləyənə aldığımız təmiz soyuq suyun içərisinə atırıq. Bu arada dəyərli izləyicilər, zəhmətimizi qiymətləndirmək üçün elə bu dəqiqə bir saniyənizi ayırıb bu videonu like edin. Bu sizin üçün çox asan və zəhmətsiz bir işdir, amma bizim üçün çox vacibdir. Dəstəyinizi əsirgəməyin. Təmizlənmiş çəkisi 2 kilo meyvəyə 1 kilo 600 qram şəkər tozu ölçüb götürürük. Yəni meyvənin hər kilosuna 800 qram şəkər tozu götürürük. Meyvələr müxtəlif olur. Bizim götürdüyümüz meyvə şirin meyvədir. Ona görə bu qədər kifayətdir bizə görə. Siz də dadına baxın. Əgər meyvəniz biraz turş olsa, şəkər tozunu artıra bilərsiniz təbii ki. Götürdüyümüz şəkər tozunu mürəbbəni bişirəcəyimiz ləyənə əlavə edirik. Bura meyvənin hər kilosuna 200 ml-lik stəkanın 4/3-ü qədər, yəni ümumi 350 ml su da əlavə edib qazı yandırırıq və şərbətin hazır olmağını gözləyirik. O vaxta qədər soyduğumuz armudları çəngəllə 4-5 yerdən deşləkləyib yığırıq. Əslində ilk dəfə deyil. Biz armud mürəbbəsinin hazırlamasını sizinlə illər öncə də paylaşmışdıq. Bunu yeni izləyicilərimiz üçün paylaşırıq ki, onlar görmürlər həmin videonu. Şərbət hazırdır, meyvələri əlavə edirik və qaşıqla meyvələri şərbətin içərisinə salırıq. Soyuq meyvələri əlavə edəndən sonra şərbətin qaynaması dayanır fikir verdiyiniz kimi. Gözləyirik ki, şərbət yenidən qaynara düşsün. Şərbət qaynara düşdükdən sonra bura 4 ədəd mixək də əlavə edirik. Xoşlamırsınızsa hil, darçın, ətişlək yarpağı və yaxud da hazır olmağa yaxın gül suyu da əlavə edə bilərsiniz. Bu elədir ki, iri meyvədir. Həm də ki, zərif meyvə deyil, bir qədər bərk meyvədir. Ona görə də belə meyvələri ilk vaxtlarda orta ateşdə bişirmək lazımdır ki, istilik onun içərisinə qədər keçsin və içərisində bişirsin. Gür ateşdə olsa o üzəri tez bişəcək, içərisi çiğ qalacaq. Ona görə də şərbət yenidən qaynara düşdükdən sonra qazı biraz azaldırıq. Qoyuruq orta ateşdə. Və bir 10 dəqiqə bişiririk ki, qeyd etdiyim kimi istilik armudun içərisinə qədər keçsin. Çünki armud iri meyvədir. İçərisinə qədər keçsin, tədricən onu bişirsin. Qısacası şərbət qaynara düşdükdən sonra armudu orta ateşdə 10 dəqiqə bişiririk. 10 dəqiqə bişirdikdən sonra qazı söndürüb mürəbbəni 2-3 saat soyuduruq. Bu müddətdə meyvə qaynar şərbətin içərisində qalır. Şərbət onun içərisinə qədər daxil olub bir qədər də bişirir onu. Həm də ki, armud şirəsini buraxır. Mürəbbə soyuduqdan sonra onu yenidən ocağın üzərinə qoyuruq. Bu dəfə biraz çox açırıq qazı. Bizdə ocağın orta gözüdür. Onu gür açmışıq. Həm də ki, indi yaydır. Qazımızın təzyiqi elə də çox deyil. Lap elə də çox gür atəşdə də qoymayın. Biraz çox olsun atəş. Qaynamağından özünüz görəcəksiniz. Bu dəfə ikinci və sonuncu dəfə hazır olana qədər bir 25-30 dəqiqə bişiririk. Bişən müddətdə üzərinə çıxan kəfi də yığıb atırıq. Yazın görək, bəs siz necə xoşlayırsınız armud mürəbbəsini? Əgər bişirirsinizsə, hansı üsulla bişirirsiniz? Öz reseptinizi bizimlə bölüşə bilərsiniz. Bir də hansı armud sortu ilə eləyirsiniz? Sizə görə hansı armud sortu ilə mürəbbə əla alınır? Öz təcrübənizi burada bizimlə və izləyicilərlə bölüşsəniz sevinərik. Bişən müddətdə siz mürəbbəni qarışdıra da bilərsiniz ki, hamısı bərabər bişsin. Amma biz qarışdırmırıq. Ləyəni çevirərək, silkələyərək bütün meyvələrin bərabər bişməyini təmin edirik.
Mən videonu kəsmədən, tezləşdirmədən açıq şəkildə göstərirəm ki, hər şey sizə aydın olsun. Necə qaynadığını özünüz görəsiniz. Tək başına özünüz hazırlayanda sizdə də nəticə gözəl alınsın. Yəqin ki, fikir verirsiniz. Ləyəni silkələyirik ki, kəf orta hissəyə yığılsın və onu asanlıqla götürək. Bu şəkildə hazır olana qədər bişiririk. Hazır olmağa yaxın içərisinə 2 xörək qaşığı limon şirəsi əlavə edirik. Limon şirəsini mürəbbənin xarlamaması üçün etmirik. Onsuz da biz bura şəkər tozunu az əlavə eləmişik. Dadına görə əlavə edirik. Çünki meyvə şirindir, şəkərdə qatmışıq. Biraz məzəli olsun dadı, biraz dadlandırmaq üçün əlavə edirik. Limon şirəsini əlavə etdikdən sonra mürəbbəni 5 dəqiqədə bişirib ocaqdan götürəcəyik. Mürəbbəni nəzarətsiz qoymayın. Yaxşı almağını istəyirsinizsə, üzərində dayanın, bişən müddətdə ona nəzarət edin. Az bişəndə mürəbbə mütləq qıcqırır. Çox da bişirsəniz, o zaman da qatlaşacaq şirəsi və sonra bərk alınacaq mürəbbəniz. Çünki belə şikayətlərlə xanımlar bizə çox müraciət edirlər. Deyirlər ki, mürəbbə bərk alınıb, neyniyək? Ona görə də nəzarət edin. Yəqin ki, mürəbbənin hazır olub olmadığını, onun mətninə görə yoxlama qaydasını hər kəs bilir. Biz də dəfələrlə videolarda göstərmişik. İndi şifahi bir daha qeyd edeyim. Qaşıqla mətdən biraz götürürsünüz, bir qədər damızdırırsınız ki, o müddətdə soyusun, lap qaynar olmasın. Daha sonra qaşıqda qalan məti soyuq nimçəyə damızdırırsınız. Əgər damcı axmadan, yayılmadan olduğu kimi qalırsa, deməli mürəbbə hazırdır. Çox vaxtını ötürüb qatılaşdırmayın. Artıq mürəbbə hazırdır, ocağı söndürdük. Bir 10 dəqiqə mürəbbəni gözlədirik. Bu müddətdə meyvələr məti canına çəkir. Mətin içərisində açılırlar, daha da gözəl olur. Mət də bir qədər qatılaşır. 10 dəqiqə keçdi, amma mürəbbə hələ də qaynardı. Bir qədər də soymalıdır ki, mürəbbənin məti lazım olan qatılığı alsın. Amma fikir verirsiniz necə gözəldir, rəngi də gözəldir, mürəbbənin məti şəffafdır, meyvələr şəffafdır, açılıblar mətin içərisində. Yumuşaq, çox ləzzətli mürəbbədir. Çox əla üsuldur. Siz də bu üsulla hazırlayın. Əminəm ki, sizə də nəticə gözəl alınacaq. Amma nəzarət edin. Nə vaxtını ötürməyin, nə də ki, tez götürməyin mürəbbəni ocaqdan. Mürəbbəmiz tam soyuyub. Mən onu soymuş halını da sizə göstərmək istəyirəm. Baxın, armud mürəbbəsini belə yay armudları ilə hazırlayırıq. Mən bu sortun adını dəqiq bilmirəm. Bilən varsa yazsın. Çox maraqlıdır. Mürəbbəni tökdük bankalara, biraz qaldı, onu da sizə göstərmək istəyirəm. Baxın, armud mürəbbəmiz bu vəziyyətdədir, çox əladır, soyandan sonra da çox gözəldir. Yəni ki, bu üsulla hazırlayın, əla alınacaq, çox bəyənəcəksiniz. İnşallah qışda pürəngi çayın yanında çox ləzzətli olur. Süfrələriniz bol ruzlu, bərəkətli olsun, siz də hazırlayın. Hələlik.